Ya kainatın başlanğıcı var ya da yoxdur. Kainatın başlanğıcı varsa onu başladan var ki bu bizim iddiamızı dəstəkləyir. Yəni Allah var. Əgər kainatın bir başlanğıcı yoxdursa, kainat əzəlidirsə, bu ateizm lehinə bir dəlildir. Bu ateizmi tamamilə isbatlamır. Ancaq ateizm lehinə bir dəlildir. Biz bunu çürütsək, ateizmin təməl iddiasını çöktürmüş oluruq. Baxaq, əgər kainat əzəlidirsə, yəni indidən keçmişə doğru nə qədər getsək, heç vaxt keçmişə çata bilməyəcəyik. Yəni həmişə ondan daha keçmiş olacaq. Sonsuz şəkildə gedəcəyik. İndi oradan bu tərəfə gəlməyə çalışaq. Bu sonsuzdan indiyə 2025 filan ay, filan gün, filan saata gəlib çata bilərikmi? Sonsuz heç bitərmi? Varıqsa artıq bitdi deməkdir. Bitdisə başlanğıcı sonsuz ola bilməz. Ehtimal yoxdur. Demək ki, kainatın bir başlanğıcı var. Bu başlanğıc da yoxdan ola bilməyəcəyinə görə yoxdan varlıq olmaz. Əgər biz bunu qəbul etsək, bir məntiq qaydasını pozmuş oluruq. Və bir məntiq qaydasının, 3 məntiq qaydasından birini pozmaq demək, həyatımız boyu danışacağımız heç bir şeyə güvənə bilməyəcəyimiz mənasına gəlir. Xülasə, kainatın əzəli olması imkansızdır. Kainatın, varlığın yoxdan çıxması, yoxdan varlıq olması imkansızdır. Əlimizdə tək bir ehtimal qalır. Kainatı öncələyən, kainatdan öncə olan, zatında bir hərəkət olmayan, zatında bir hərəkət olsa yenə eyni problemin içinə düşürük. Zatında bir hərəkət olmayan, məkana və zamana möhtac olmayan bir zat, bir şəxs, nəsə bir şey var ki, biz onun adına Allah deyirik. Bir daha, aləm dəyişkəndir. Hər dəyişkən sonradan olmadır. Elə isə aləm də sonradan olmadır. Bu da eyni 3 məntiq qaydasından birinə söykənir.